6-cı sinifdən davam edirik. Deməli, mətin Pollyanna əsərindəndir. Baxaq, deyir ki, Pollyanna olsa da əhvalını pozmur. Burada yazır ki, onu qarşılayan xalası deyil, xidmətçi Nancy idi, adı unutdum ya adında. Adlarla biraz Nancy idi, bəli. Mətnə əsasən yanlışdır. Pollyananın atası vəfat eləmişdi. Nikban idi. Miss Polly Pollyannanın davranışını xoş qarşılayıb onu təmkinli olmağa çalışır. Pollyannanın anası imtina etmişdir. Bu mətndə belə bir şey yox idi. Ona görə cavabımız oldu D variantı. Mətnə ad versək, gözləntilər və acı reallıq deyə bilərdik. Yəni Pollyanna başqa şey düşünürdü. Polly xalası isə heç vecini almırdı bu yazığı. Həqiqi olanları yazıq deyir. Altından xətt çəkilmiş sözlərdən həqiqi olanlar hansılardır? Göz gəzdirmək məcazidir. Göz gəzdirmək mi olar? Ayaq da qoyursan yanına. Polly ayağa qalxıb. Bax, bu düzdür. Başqa varmı? Xəyalında canlandırmaq da məcazidir. Başqa görmür. Deməli, nə oldu cavabımız? Ayağa qalxmaq. Bir dənə bura qeyd eləyək. Ayağa qalxmaq. Qeyri-müəyyən təsirli hal deyil. Maşın gördüm, maşını gördüm. Bəbir görüblər, bəbiri görüblər. Ayaqqabı aldım, ayaqqabını aldım mənasındadır. Amma insan toplaşdı, insanı toplaşdı deyə bilmərik. Hansı cümlədə yatmaq sözü dayanmaq, işləməmək, fəaliyyətdən qalmaq mənasında. Yəni yuxu yox. Musa'nın dəyirmanı yatsın. Maşın düşərgəyə doğru bulud kimi üstünə yatırdı. Maşın irəli təkərin altından çıxan toz bulud kimi qalxıb otların üstünə yatırdı. Yəni bu yuxulamaq, dayanmaq mənasında deyil. Mən bu 65 yaşımda davanın yatdığını, davanın dayandığını görməmişəm. Tutdular bərəni eyləməyib tək, yatdılar səngərə, uzandılar mənasındadır. Doğru cavabımız olacaq A variantı, yəni dayanmayıb deyir. Hansı bəddə birinci sözün son samiti cingiltili olur? Özündən sonra sait gələni tapmalıyıq. Burada samitdir, burada samitdir, qıdan sonra da samitdir. Doğru cavab C variantı olacaq. Tərkibinə görə təhlil. Ümid sözün köküdür. Ümidsiz, ümidsizlik. Bunlar hər zaman leksik şəkilçilərdir. M isə qrammatik olur. Deməli, 2 leksik, 1 qrammatik. Sözün mənasının səhv olmağına baxaq. Haqsa itirən nəcib deyil, nanəcibdir. Alicənablıq nəciblikdir. Canfəşanlıq adına can yandırma, mahiyyət əsas məzmundur. Nida cümləsini tap deyirsə, sonunda nida olanı taparıq da yəqin ki. Onu ən yüksək zirvəyə qaldıran da bizik. Deməli, doğru cavabımız B variantı. 13-cü sual. Bir-birinə münasibətdə antonim deyil. Sevinç, qəm. Bax, bunlar eyni nitq hissəsi olmalıdır. Bunu yadda saxlayaq. Eyni nitq hissəsi olmasa, bunlar antonim olmur. Ağrı, acı, əkilən, biçilən deyir. Bal, zəhər. İndi buradan bir dənə məntiq lazımdır bizə. Ümumiyyətlə, bəs biz bu antonimləri hardan tapmalıyıq? Necə tapmalıyıq? Birincisi sizə neydi o şeyin adı? Bildilçin lüğəti var. Onu sizə tövsiyə eləyərdim. Yəni, o deməli, lüğətdə hamısının mənası var. Sadəcə baxmaq lazımdır. İndi buradan məntiqlə deməli, balın gücü əkməklə biçmək olar, amma bir dəqiqə, kimimiz bal içər, kimimiz zəhər. Yəni, zəhərin əksi düşünürəm ki, bal olmaz. Balın əksi, balın antonimi varmı ki? Mən şey birinci səfərdə işlədirəm. Ona görə doğru cavab yəqin D-dir. Kitab sözü hansı cümlədə ikinci şəxsin cəminin mənsubiyyəti? Zəhərinkini biz
Şirin demək olar bəlkə, amma balı mən deyənmərəm. Deyən lüğətə baxıb, elə deyən lüğətə. Əkməyin biçmək olur, elə əkilən, biçilən də olar. Yəqin ki, olacaq bir problem yoxdur. Lüğətə də baxdım. Doğrudur. Zəhəri balla düz gəlmir. Kitab 2-nin cəminin mənsubiyyəti deməli necə olacaq? Əvvəlini artırırıq. Sizin kitabınız. Haradadır burada? Doğru cavab D variantı. Hansı cümlədə fərqləndirilmiş söz köməkçi nitq hissəsidir? Yəni mənası yoxdur. Bunlar baxırıq, lakin deyə sözün mənası yoxdur. Sadəcə qarşılaşdırma məzmunudur. Harada deyil, toplu isim var. Çaşdıran bu salxımdır, bağdır. Bunlar çaşmaq olmaz. Əhali insanların topluluğu deməkdir. Dəmir ağac sözündə bağlı nə istəyir? Doğru ki, eyni sözün təkrarı mı var burada? Yox. Müxtəlif mənalı. Dəmir, bir də ağac. Yaxınla deyil, əks də deyil. Bəsit suallardır. Demək, doğru cavabımız B oldu. 18. Sətirdən sətirə. Bayaq da var idi bir yerdə. Səhv verilmişdir. Hecalara bölünmüş sözlərdən birində səhvə yol vermişdir. Burada bax, Koroğlu yox, Koroğlu. Yarım ada olmalıydı. Yəni, bu düzdür daha doğrusu. Burada problem yoxdur. Doğru cavabımız nə oldu? B variantı. Yox, səhv dedimmi neysə? Yox, bir dəqiqə. 2 dəqiqə, kompüterdə donur, 1 dəqiqə. Deməli, kompüterdə yüngül problem var idi. Deməli, səhvə yol vermişdir deyirsə, mən cavabı tapmışdım elə bil. Dağıstanı bu cür də keçirmək olar. Yəni, heç bir problem yoxdur. Beləsinə də keçirmək olar. Yarım adapı kör oğlu. Onu bölmək olmazdı. Sonra Güldanla Gülfü eyni köklü olan odur ki, leksik şəkilçi olmalıdır. Burada da leksik yoxdur, qrammatikdir, bu sayılmır. Gülüşmək də olmaz, çünki gülmək başqa söz. Cavab oldu güllük. Mən mətni oxuyum bir dənə. Bu İbrahil. Həm yazı, həm də oxuya bilir. Yəqin ki, bu cavab olacaq hardasa. Təxmin edirəm ki, bu suallar cavab olacaq. 3 yaşın yataq otağında Sərrac gözünün tüm tanış gəldi. İbrahilin sağ oftalmoloji Deməli, məzmunu ilə əlaqəsi zəif olan sərraclıq adlandırmaqdır. Elə buymuş. Mən bayaq dediyim cavab budur. O İbrahilə anadan gəlmə deyildi. Atasının yanında olanda iynə girmişdi. Nəticə hissəsində nədən danışır? Nəticə son abzasdır. İnstitutdan, belə şeylərdən. Deməli, icat etmişdir. Məncə budur. Baxaq. Simon de Bruyne. Bəli. O sonda oradan danışır da. Tünd hərflərlə üsul sözü idi. Yəqin ki, üsul da yol, qayda deməkdir. Baxaq burada hardaydı üsul. Hardasa altından xətt çəkmişdi.
Bu üsul ilə, bu metod ilə hazırlanırdı. Bu yolla, bu qayda ilə olardı, amma əşya ilə olmazdı. Hansı məlumatın 2 abzasında var? Vay. Nəzdən oxumaq lazımdır. Uşaqlar üçün gözləmə dünya Braille əlifbası institutda təhsil aldı. Düşünürəm ki, bu olar. Həyatımda baxın. Bir burada var idi. Dünya Braille yaradıcısıdır. Bir də o hərf əlifbasını gözlənilən Braille şriftin yaradır. Bəli, buradadır. Düz tapdım mən də. Deməli, bu da olacaq. C variantı. 25 anı. 25. Mətnin məzmununu nöqtələrin yerinə cavab kağızında ifadə. Birdən 6-ya qədər xanlar var. Gözdən həm yaza, həm də oxuya bilirlər. Belə. Oxuya bacarır. Zaqatal deyilir. Düzgün.